anam səni çox istədi. Hə, mən də. Ya belə çox soğuk sual elədi səni, amma yəni fikir vermədə ana dedi, indi o da ana ürəyi, ona görə yoxsa yəni şey eləməz. Emin, sən də çox yaxşı insansan. Atam üçün o qədər pulu verdin. Nə bilim. Niyə gülürsən? Bilirsən, fikirləşirəm ki, indi biz nəyə görə evləndik, amma indi başımıza görə nə qədər şeylər gəldi də. Hə, biz yalandan evləndik ki, pul yığaq. Əlimizdə 1 manat da qalmadı. Yaxşı ki, o vaxtı qarşılaşmışıq. Hə, məncə də. Bilirsən, mən sənə bir şey demək istəyirəm. Mən də. Doğrudan? Hə. Onda 3 deyəndə bir yerdə deyək. Yaxşı. 1, 2, 3. Mənim adıma kredit götürə bilərsən. Emin. Mən bunu çoxdan fikirləşirdim. Yəni, məncə bu təsadüf deyil bizim qarşılaşmağımız. Mən istəyirəm ki, bizim yalanımız gerçək olsun. Mənimlə evlən. Yox desəm boşanacağıq. Hə desən xoşbəxt olacaq deyək.